Salamlar hər kəsə bir daha. Bugünkü videoda mövzu yenə eyni olacaq keçən videodakı kimi. Amma bu videoda fərq nədir? Bu videoda mən keçən videoda göstərdiyim o metodologiya, bir neçə metod göstərdim. Mən necə araşdırma edirəm, hansı platformadan istifadə edirəm və s. Ə, Əslində onunla əlaqəli olacaq, amma bu videoda mən fərqli bir şeylər göstərəcəm. Nə olacaq fərqlər? Keçən videoda mənim göstərdiyim platformalar hamısı ödənişlidir, abunəlik tələb eləyir. Yəni siz ə, individual şəkildə ə, satın ala bilərsiniz, bəli, abunəlik ala bilərsiniz, amma bu adətən ya çox baha olur və yaxud da bəzən bizim ölkədə dəstəklənmir, yəni Azərbaycanda dəstəklənmir. Ona görə biz onları necə pulsuz şəkildə istifadə, ödənişsiz şəkildə istifadə edə bilərik, necə yararlana bilərik, onu göstərəcəm. Nəyə görə? Çünki bizim universitetlərdə, Azərbaycandakı universitetlərin bilirəm ki, bir çoxunda tələbələrin ora çıxışı olmur. Yəni təəssüf olsun ki, belə bir fürsət hələ yaradılmayıb. Yəni mən də tələbə olmuşam, Azərbaycanda oxumuşam 4 il və elə bir fürsətimiz olmayıb. Ona görə bunu ki, bu dünyada da bir çox inkişaf etməkdə olan və yaxud da inkişaf etməmiş ölkələrdə belədir. Yəni bu təkcə Azərbaycan problemi deyil, təəssüflər olsun ki. Ona görə o platformaları biz necə ödənişsiz şəkildə istifadə edə bilərik, oradan necə məqalələri oxuya bilərik, yükləyə bilərik və s. onu göstərəcəm. Deməli, belə bir platforma var. Science Hub adlandırılır. Burada da adını yazmışam. Qısaca SCI Hub şəklində yazılır, amma Science Hub deməkdir tam mənası. Bu əslində məşhurdur, çox istifadə olunur. Yalnız mühəndislikdə yox, yəni sosial elmlər üzrə akademik bazalarda da buradan çıxış əldə edə bilirsiniz. Yəni sadəcə texniki sahələr üçün deyil bu. Təməl elmlər üçün də. Yəni məsələn tutaq ki, riyaziyyatçısınız, siz riyaziyyatla bağlı məqalələri axtarmaq istəyirsiniz, tutaq ki, Springer Nature-da və s. istifadə edə bilərsiniz. Gəlin elə uzatmadan saytı daxil olaq. Bu arada burada bir çox nəticə çıxır, amma tövsiyə edirəm ki, sizə bu loqolu, bu qırmızı ulduz loqosu olan sayta daxil olasınız. Digərlərini açıq mən istifadə eləməmişəm. Yəni mən buna güvənirəm. Belə bir sayt sizi qarşılayır. Burada bizə lazım olan burada genişdir. Əvvəllər bu qədər böyük deyildi bu. Bunu biraz yeniləyiblər, bura əlavə şeylər artırıblar. Mövzumuz bu sayt deyil. Mövzumuz bu saytdan istifadə edib məqalələri açmaqdır. Bunu biz necə istifadə edə bilərik? Siz bu hissəyə enter URL DOI. Bu DOI dediyimiz şeyi bura copy paste üsulu ilə yapışdırmalısınız. O DOI nədir? Açılışı Digital Object Identification deməkdir. Bu məqalələr üçün, akademik bazalarda yerləşdirilən məqalələr üçündür. O DOI deyək, belə sadə olsun deyə. Bu DOI nömrəsi hər bir məqalə üçün o dərc olunanda avtomatik şəkildə yaradılır. Və siz o DOI sayəsində sanki o məqalənin linkidir, internetdəki ictimai linkidir, publik. Onun sayəsində biz məqalələri əslində bazalarını tapa bilirik. Təxminən belə bir şeydir. Biz bu DOI-ni yaxşı hardan tapa bilərik? Bu DOI-ni tapmaq üçün məsələn IEEE misalında göstərim. Bu arada IEEE-yə girməyi də mən keçən videoda göstərmədim. Onu burada göstərim. İnternetdə yəni web browser fərq eləmir. Google və yaxud da Mozilla Firefox və s. heç bir fərqi yoxdur. I və 3 dənə E yazırsınız, Enter-ə klikləyirsiniz. İlk çıxan veb sayt bu olacaq. Bura klikləyirsiniz. Bizə lazımdır ki, akademik baza, IEEE-nin akademik bazası. Ona sayt açılandan sonra buradan bu 3 xətt simvolundan gəlib burada Publications and Research buna klikləyirsiniz və IEEE Explore birbaşa o baza açılır. Və yaxud da elə geriyə qayıdaq. Burada hazır çıxır. Ən çox daxil olunan burada elə IEEE Explore olduğu üçün birbaşa buradan da saytın altından bura daxil ola bilərsiniz. İndi məsələn hər hansısa bir məqalə elə keçən dəfəki mövzunu axtaraq CLLC böyük hərflə yazdım, əslində heç bir əhəmiyyəti yoxdur. Tutaq ki, bir məqaləni, elə bax bu məqaləyə klikləyək birinciyə. İndi burada bir neçə məqam var, onu göstərmək istəyirəm sizə. Baxın, normalda bu kilitlidir. Geriyə qayıdaq.
Mən çünki bura heç bir quruma login eləmədən, yəni görürsüz heç bir login olunmayıb burada. Hələ də personal sign in, create account ya belə deyim, açıqdır. Yəni əgər mən bir loginlə girsəydim burada yazılardı. Və yaxud da buradakı bu institutional sign in sözü artıq getmiş olardı. Buna mən sadəcə baxmaq üçün girmişəm. Login eləməmişəm. Və yaxud da universitet serverindən qoşulmamışam. Ona görə gördüyünüz kimi burada məqalələr hamısı qırmızı qıfılla qapalıdır. Yəni bunların hamısı bağlıdır. Bəzən açıq məqalələr olur. Bunlar IEEE Access jurnalına aid olur. Onlar istisnadır. Onlar isə sayı çox az olur. Onlar o qədər çox olmur. Adətən məqalələrin bir çoxu jurnallarda yayınlanan məqalələrin çoxu qapalı olur. Və tutaq ki, mən elə bu məqaləyə bir də klikləyək. Açaq məqaləni. Mən bunu açıb oxumaq istəyirəm. Necə edə bilərəm? O DOI dediyimiz şey baxın burada yerləşdirilir. IEEE-də standart həmişə burada olur. Bunu kopyalayırıq bu hissəni. Sırf rəqəm və yazılar olan hissəni kopyalayırsınız. Bu link kimi olan hissəni. Və gəlirik həmin sayta. Bu da elə eyni saytdır. 2 dəfə açmışam. Nəsə birini bağlayaq bizi çaşdırmasın. Buraya elə yapışdırırıq Ctrl V ilə və open deyirik. İndi o bizdən soruşacaq ki, insandır, robotdur və s. Are you a robot? No. Bu standart bir şeydir. Bu bir çox saytlarda olur. Aha. Baxın, belə bir mesaj çıxdı qarşımıza. Bunu görməyimiz yaxşı oldu. Burada nə deyir? Deyir ki, the following paper is not yet available in my database. Deyir ki, bu məqalə hal-hazırda databazada mövcud deyil. Niyə? Burada yazılmamış belə bir qayda var. Mən bunu uzun müddətdir istifadə edirəm. Bura gələndən sonra təbii ki, yox, bura gələnə qədər. Çünki burada artıq aksesim var deyə ehtiyac duymuram. Məqalələr burada 2021-ə qədər, 2000 bəzən 22-yə qədər olan məqalələr bazada olur, həmişə olur. Son 5 il, son 4 ildə yayımlanmış məqalələr burada sistemdə olmur. Onun əslində bir yolu var. Elə burada da qeyd eləyib. What can I do? Onların bir platforması var, ScienceNet platformu. Bura daxil olursunuz, amma bu cüzi bir miqdarda ödəniş eləməli olacaqsınız. Kripto səhv eləmirəmsə pul kisəsi yaratmalısınız. Ora kiçik bir ödəniş eləməlisiniz. Ondan sonra siz bu məqalələri qısa bir müddətdə sistemə yükləyirsiniz ki, bu məqalə lazımdır mənə, həmin o DOI nömrəsini və onlar sizin üçün bir neçə dəqiqə ərzində onu yükləyib yollayırlar, upload edirlər sistemə. Amma tutaq ki, biz ödəniş falan eləmək istəmirik və yaxud da bizə lazım olan məqalə o qədər təzə deyil ki, çox vaxt yəni biz məqsəd gedib ən son çıxmış məqaləni tapmaq olmur. Bizə lazım olanı tapmaq lazım olur. Məsələn, bu 2021-də yayımlanıb. Yəni bunu yoxlayaq. Yəni bu sayt əslində çox əlverişlidir. Sadəcə, yəni dediyim kimi, ən son yayımlanmış məqalələrdə işə yaramır. Yarayır əslində, amma o dediyim kimi ödəniş eləməlisiniz, hesab yaratmalısınız. Onu istəsəz eləyə bilərsiniz. Mən eləməmişəm, ehtiyac duymamışam, amma eləyə bilərsiniz, yoxlaya bilərsiniz. Open deyək. Bu çox güman ki, açılacaq. Aha, məsələn bu açıldı. Gördüyünüz kimi məqalə açıldı. Yoxlaya da bilərsiniz. Həmin məqalədir bu. Implementation of interleaved bidirectional. Yəni həmin məqalədir. Adına da baxsınız, görəcəksiniz eyni məqalədir. Açıldı. 6 səhifə məqalədir. Yəni işə yarayır. Və dediyim kimi bu 2022-də yayınlanıb. Yox. Yəni 2021-də daha doğrusu bu konfransın təşkil olunduğu tarixdir. IEEE 2022-də əlavə olunub. Yəni məsələn 4 il, 5 il öncə yayınlanmış məqalədir, dərc olunmuş məqalədir və full access aldıq. Və buradan istədiyiniz kimi yükləyə də bilərsiniz. Buna klikləyib yəni çox əlverişlidir. Belə bu formada məqalələri açmaq mümkündür. Bir də başqa bir nə üsul təklif edə bilərəm mən. Tutaq ki, yenə uzağa getməyək, bu məqalənin özünü götürək. Bunun adını kopyalayın və gəlin Google-da yapışdırın. PDF yazın axırına. Bu ən köhnə üsullardandır. Varsa çıxacaq bu arada. İndi mənim gördüyüm qədərilə yoxdur. Yəni olsaydı elə birbaşa IEEE-nin özündən çıxdı. O da qapalı olacaq. Yəni onu aça bilməyəcəyik. Yox.
Bəzən yəni olur ki, Google-da o məqaləni yazırsınız adını və sonuna PDF sözünü əlavə eləyib axtarırsınız və çıxır. Əgər çox geniş tətbiq olunubsa, yəni çox sitat sayı gəlibsə, onu yəni kimsə internetdə böyük ehtimal ki, yükləyir onu bir yerdən sonra çox sitat gələn məqalələrdə bu olur. Çox populyar məqalələrdə bu olur, amma bu həmişə baş vermir. Dediyim kimi, hansı məqaləni də aça bilmirsinizsə, burada məsələn elə birini yoxlayaq. O birincini eləyə bilərik 2024-də, yəni 23-də. Fərqi yoxdur, elə məsələn bu olsun. Onu da bir görmüş olaq, ona görə onu da sizə göstərim. Bunu kopyaladıq, gəldik bura, open dedik. Aha, dedi ki, aça bilmirik. Yəni çünki databazda bu mövcud deyil. What can I do? Deyir ki, burada nə etməlisən? You can request such paper through ScienceNet platform. Most papers except some rare cases are uploaded and request within. Yəni deyir ki, siz sorğu göndərirsiniz. Əksər hallarda, yəni nadir halları çıxmaq şərti ilə əksər hallarda məqalə qısa müddətdə yüklənir bazaya. Burada bizim belə bir platforma yönləndirir bizi. Bizim hesabımız olmadığı üçün not account yet, yəni join buna klikləyirik. Hesab yaratmaq üçün də bizdən invite kodu istəyir burada. Invite kodu da get invite koda klikləsəz. Çünki burada sizdən adi username, password istəyir, bir də invite kodu istəyir. Bu invite kodu əldə etmək üçün deyir ki, gəlin bu QR koda klikləyin. Bir proqram deyir, onu yükləməliyik. Bu proqram kriptovalyuta yaratmaq üçündür. Əslində kripto belə deyək, pul kisəsi yaratmaq üçündür. Ora bu qədər kripto yollamaq lazımdır. Yəni bu bir sözlə ödənişlidir. Ona görə bunu göstərə bilmirəm. Yəni bunu bilmirəm, istifadə eləməmişəm, ona görə bir şey deyə bilmirəm. Amma 2021-22-yə qədər olan bütün məqalələri aça bilərsiniz burada. Yəni əlverişli saytdır. Mən hələ bir problem yaşamamışam əvvəllər istifadə edəndə. Belə bunu xüsusilə göstərmək istədim ki, çünki bilirəm ki, Azərbaycan universitetlərinin bir çoxunda olanlar var təbii ki, bilirəm. Adlarını çəkib burada reklam eləmək məqsədim yoxdur. Bəzi universitetlərdə bəli, çıxış var IEEE-yə. Amma bir çoxunda yoxdur və tələbə əziyyət çəkə bilir. Çəkə bilir yox, çəkir, əziyyət çəkir. Yəni məqalə yazan, əsasda tezis hazırlaşanda, tezisi hazırlayanda. Ona görə bu sayt çox əlverişlidir. Bu çox populyar saytdır, amma bizim ölkədə çox bilinmir. Yəni mən hələ də bir yadıma gəlmir ki, hansısa bir müəllim bunu istifadə eləyirdi bizdə universitet vaxtlarında. Ona görə bunu göstərmək istədim xüsusilə. Belə video bu qədər idi. Ümid edirəm sizin üçün əlverişli olar. Sağ olun.